Ümumiyyətlə, cəmiyyətdə hazırlıq kurslarına bu qədər marağın olması orta məktəblərdə tədrisin keyfiyyətinin aşağı olmasına dəlalət etmir. Mütəxəssislərin qənaətinə görə dərs proqramlarını bəzən şagirdlər 45 dəqiqə ərzində qavraya bilmir. Nəticədə də bu bəzi şagirdlərin bilik səviyyəsinə təsir göstərir. Digər bir tərəfdən də orta məktəblərdə müəllim nə qədər yaxşı tədris versə də əvvəlki illəri çatdıra bilmir. Yəni ki, 10-cu sinif dərsliklərini tədris edərkən eyni anda 8-9-cu sinif dərsliklərini də təkrar etmək mümkün deyil. Buna müəllimin həm gücü, həm də imkanları çatmır. Bu baxımdan hazırlıq kursları xüsusi önəm daşıyır. Kursumuz yaranandan sonra bir çox layihələrə imza atdıq. Tək kursçuluq işinlə məşğul olmalıq, həm də bir təhsil sahəsi bizim üçün prioritet oldu və millətimizə xeyirli olsun deyə kursdakı şagirdlərimizə pulsuz verdiyimiz 120 adda dərs vəsaitimiz var. Bunlar dərs vəsaiti, metodik vəsaitlər, adi vəsaitlər şəklində çap olunub və ölkədə də xeyli populyarlıq qazanan kitablardılar ki, çox böyük tirajla satılır və müəllim və şagirdlərin artıq marağını əhatə eləmiş olur. YÖS sınav imtahanı var idi, yabancı öyrətim sınavı Türkiyə universitetlərinə hazırlıq idi. Biz 2009-2010-cu illərdə həmin sistemi Azərbaycanda həyata keçirdik və Azərbaycandan Türkiyəyə qəbul olan 2 il alt-alta birinci yer tutan Azərbaycan üzrə, hətta Qafqaz üzrə birinci yer tutan şagird bizim tələbəmiz oldu. 2010-cu ildə də Loğman Aslanov və bir də 2011-ci ildə Cəvahir Məmmədli adında bir şagirdimiz ən yüksək bal toplayaraq YÖS-də Türkiyənin Hacettepe Tibb fakültəsinə daxil olmuş. Azərbaycanda repetitorluq xeyli inkişaf edən sahələrdən biridir və pərakəndə inkişaf eləmiş olur. Mən də bir vaxtlar repetitorluqla məşğul olmuşdum. Amma inanın, həm müəllim üçün, həm də şagird üçün, əsasən də valideyn üçün kurslar, yəni düzgün işini quran kursların işi qat-qat önəmlidir. Nəinki fərdi repetitorluqla məşğul olmaq. Çünki kursda şagird, məsələn, bizim şagirdlər 20 saat həftədə dərs alırlar və üstəgəl 25 dərs vəsaitini pulsuz veririk. Və onlar həftənin 4 günü və ya 3 günü siniflərinə görə dəyişir. Saat 3-dən sonra gəlirlər kursumuza, 4-5 saat müddətində dərslər keçirilir və eyni məkanda, eyni yerdə valideyn uşağını hara qoydu, haradan götürdü və müəllimlərə belə deyək ki, nəzarəti, məsələn, repetitorluqda fərdi şəkildə olanda müəllimlərə nəzarət o qədər də mümkün olmur, yəni valideyn tərəfindən. Amma biz hər ay valideynə hesabat veririk. Buna görə də məsələn kurs olaraq biz EHK deyilən bir proqram yazdırmışıq, elektron hazırlıq kursları. Həmin EHK proqramı ilə biz hər həftə valideynə elektron məktub göndərir, həftəlik hesabatlar verir şagirdlərə ki, valideynlərə uşağınız necə oxudu. Hazırlıq kurslarının digər bir üstünlüyü ondadır ki, orada hər bir uşağa fərdi yanaşılır. Onun bacarıq və qavrama qabiliyyətinə uyğun olaraq proqramlar tədris olunur. Təhsil Nazirliyi də hazırlıq kurslarının fəaliyyətinə müsbət yanaşır. Bu həm də təhsilin inkişafına verilən dəstək kimi qiymətləndirilir. Amma şagirdlərin dərsdən yayınıb hazırlıq kursları və yaxud da repetitor yanına getmələri isə yol verilməz. Məktəbdə keçirilən dərslər, yəni 30 nəfərlə keçirik, amma hazırlıqda 3 nəfərlə oluruq. O məni daha çox qane edir və məktəbdə əlavə vəsaitlərlə işləməyə vaxt olmur. Hazırlıq kurslarının əsas vəzifəsi şagirdlərin orta məktəbdə əldə etdikləri ümumi bilikləri konkretləşdirmək, bu sahədə mövcud boşluqları aradan qaldırmaq, şagirdlərə seçicə ixtisasa uyğun olaraq düzgün istiqamət vermək və ən əsası qəbul imtahanına hazırlamaqdır. Valideynləri əsas bu məqamlar maraqlandırmalıdır. Bu baxımdan övladınızı hazırlıq kursuna qoymamışdan öncə onun fəaliyyəti ilə maraqlansanız yaxşı olar. Hazırlıq kursunun mükəmməl tədris bazası olmalıdır. Onun keyfiyyət göstəricilərinə fikir verin. Şagirdlərə lazımı dərslik və test kitabçaları pulsuz paylanmalıdır. Kursun nəşriyyatının olması isə onun üstün cəhətlərindəndir. Ötən illərin nəticələri ilə də maraqlanın. Əgər bütün bunlar sizi qane edirsə, o zaman kursa gedə bilərsiniz. Əks halda heç bir nəticə əldə edə bilməyəcəksiniz. Deməli, hazırlıq kurslarında əsasən 9-11-ci siniflə prioritet təşkil edir. Amma ən güclü hazırlıq keçir 10-11-ci siniflərdə. Və bir də məzunlar, sözsüz ki, universitetə girə bilməyən, kəsilən tələbələrdir ki, şagirdlər 2-ci il müraciət edirlər. Amma 10-11-ci siniflərdə və təhsilimizə mane olmayaq deyə biz belə bir iş görmüşük ki, dərslər bizdə saat 3-dən sonra başlayır. Bu da orta məktəbinə heç bir toqquşma baş vermir. Hətta orta məktəbin işinə belə deyək, yardım hesab eləmək olar. Hazırlıq kurslarını ödəyəcəyiniz vəsait də sizi maraqlandırmalıdır. Qiymətlər münasib olmalıdır ki, cibinizə uyğun olsun. Unutmayın ki, yaxşı kursun təhsilə heç bir ziyanı yoxdur. Son zamanlar belə kursların sayı getdikcə artır. Bəzi işbazlar var ki, hazırlıq kurslarından sadəcə biznes məqsədi ilə istifadə edirlər. Bu baxımdan valideynlər diqqətli olmalıdır. Çünki sizə yalançı reklamlarla şişirdilmiş təhsil yox, bu sahədə öz sözünü deyən hazırlıq kursları lazımdır. İlqar Qulusoy, Rüfət Əliyev, Lider TV.